Hal-hazırda videoda gördüğünüz mərtəbə 5-ci mərtəbədir. Dəmir qəlib işləri bacaran ustalar bizimlə əlaqə saxlaya bilər. Gündəlik 4000 rubuldur. Əgər ayda 2 dəfə istirahət eləsən, aylıq maaş 130 minə gəlib çıxır. Onun üçün də aylıq işləmək sərf eləyir. Belə 15 gündən bir pul veririk. Aya çevirəndə ayda 2 dəfə istirahət eləsən 130 min eləyir. Amma çox istirahət eləsən, çox qalsan günün 4000 rubuldan yazılır. Daha da çox qalsan daha da aşağı yazılacaq. Onun üçün də aylıq işləmək sərf eləyir. Bu isə gördüyünüz 1-ci mərtəbədir. Pərdə işləri gedir, dəmir işləri yekunlaşıb. Pərdələr bağlanır. Dalıcanda otaqlar. İşləmək istəyən bizimlə əlaqə saxlasın. Nömrə kommentariyada yerləşdirəcəm. Bax dostlar, sadə proyektdir. Kvadrat pərdələrdir. Kvadrat pərdələrdir, bax görürsünüz. Qapılar, pəncərələr var. Karniz yoxdur. Pərdələr yığıldı, sırası otaqlarda yığmaq olur. Çox sadə işdir. İşin bilən ustalar çörək qazana bilər. Hal-hazırda indi sizə 1-ci mərtəbəni göstərirəm. Bu 1-ci mərtəbədə gedən işlərdir. Yeni başlanılıb. Dəmir işi qutarıb, qəlib işi başlayıb. Pərdələr bağlanır. Dostlar, götürə də veririk. Bax, bu gördüyünüz otağı görürsünüz, bax. Kvadrat otaqlardır, bax, görürsünüz, bax belə. Bunun bir dənəsini yığırsan, götürə verirəm. Günü də yazıram. Yəni demək istəyirəm, götürələr də var. Götürərlə işləmək istəyənlər götürələr də var. Qapılar var burada. Elə də çox qapı yoxdur, 1-ci mərtəbədir. Elə də çox qapı yoxdur. Sırazı otağı da yığmaq olar. Rizqar altın, may altın vurub otağı da yığmaq olar. Fanerka da qara fanerkadır. Beşonlar təzədir.